Deməli, bu məhsuldan mən də avtomobilimdə olur bəzən. İndi araşdıraq görək bu məhsul necə bir məhsuldur. 414, 418. Araşdırdıq, baxdıq, nələr oldu. İstəyirəm ki, sizlə bunu bölüşək. Sən demə, bu bəhbəhlə çeynədiyimiz, xoşumuza gəldiyi bu məhsulların nə sıxıntısı var imiş? Mənə görə sıxıntısı var imiş, başqalarına yenə özümə, hətta son günə qədər avtomobilimdə var idi. Gördüyünüz kimi qırmızı rəngdə bunlar çox zərərlidir və yaşlı rəng ümumiyyətlə çox zərərlidir. Zərərdən danışsaq. Amma hətta məsələn Y133 var. Bu Avropanın 7 ölkəsində qadağan olunmuş. Məsələn Y296 uşaqlar üçün qəti uyğun görülmür. Gördüyünüz kimi Y120 2 ulduz qoymuşam. Bir ulduz qoyduqlarım var və Y322, Y334, Y473. Bunlarda da bir ulduz var. Bunlar isə risklidir. Yəni ki, şübhəlidir, halallıq baxımından və s. Amma ziyanlığa qarşı hər biri ziyandır. Buna görə sağlığınıza diqqət edin. Ən əsası odur ki, sağlam həyatda sağlam yaşayaq. Halal dairədə bol qidalar var ki, bunları istifadə edə bilərik. Mən şəxsən öz fikrimi deyirəm. Bu gördüyünüz saqqızlardan istifadə etməyəcəm. Yer gəlmişəm, bu Çində istehsal olunur, bu isə Rusiyada istehsal olunur. Amma baxmayaraq ki, Avropada istehsal olunanın tərkibində Y133 qadağan olunur. Gələn dəfə əsas seçim olacaq uşaqların bəhbəhlə yediyi şokolad kremi. Yəni şoko krem mi deyirlər, yoxsa çoko krem? Çokomiko, nəsə belə bir şey. O olacaq. Buna görə özünüzdə müğayət olun. Bilirəm, çox yazdı, amma bəyənməyi unutmayın. Eyni zamanda paylaşmağı da unutmayın. Qoy insanlar xəbərdar olsunlar. Məlumat üçün bildirim, özümdən heç nə demədim. Sadəcə məhsulun üzərində nə yazırsa, onları oxuyub sizə məlumat verdim. O qədər balaca yazırlar ki, mən telefonla da böyütməkdə əziyyət çəkirəm. Lupa ilə böyüdüb oxuyuram. Özünüzdən müğayət olun, Allaha əmanət olun, sağlığınıza diqqət edin. Mən demirəm bundan almayın. Mən demirəm bu məhsul yaxşı deyil. Sadəcə mən deyirəm ki, bu məhsulun zərərləri var ki, mən qeyd etdim. Öz fikrimi bildirirəm və bu məhsuldan mən şəxsən istifadə etməyəcəyəm. İstifadə edənlər də edə bilər.